Xoş gördük, hörmətli izləyicilər. Sizə mayın 21-nə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 16-18 dərəcə isti, gündüz 20-24 dərəcə isti olacaq. Rayonlarımızda hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə solu qara keçəcək, arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 15-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Havalar nə qədər dəyişsə də əsas odur ki, əhvalınız həmişə xoş olsun. Görüşənədək.